Mida evlərində haker məsələsinə bağlı bütün məsələlərə aydınlıq gətirəcəm. Bu nədir bu haker məsələsi? Mida evlərində hakersiz tutmaq olurmu? Haker ümumiyyətlə olduğunu və s. baxır. Bir-iki nəfərin dilinə düşübdür haker. Mida evlərinin haker olmadığı olmaq olmur. Haker, onu deyənlər hakerin olduğunu bilmirlər. Yəni, haker nədir? Veb saytda müdaxilə edə biləcək şəxslər. Onlar müəyyən olduğu təqdirdə hər dəfə layihədən sonra yəqin görürsünüz nə qədər cəhd olundu. Onların hamısını içəriyə göndərirlər. Bu müsabiqə necə bir müsabiqədir? Sürətli formada məlumatları qeyd edib sən növbəti mərhələyə keçə bilərsən. Bəzi insanlar ləngdirlər, bəziləri daha sürətlidirlər, bəziləri o qədər sevik sürətlidirlər ki, onlar qalib ola bilirlər. 10 evin mənzilinin üzərində minlərlə adam oynayır və onlardan bəziləri digərlərinə nisbətən daha sürətli olurlar. Məsələn, bir adamın 50 yaşı var, o kompüterdə sürətli istifadə edə bilmir. Məsələn, deyir ki, nəvəsinə deyir, qonşusuna deyir, çəkir. O da bacardığı qədər sürətli ola bilir. Ola bilirmi, ola bilmir, o da başqa məsələ. Yəni, burada qalib olma məsələsi ancaq buna görədir. Yox, hakeri cəlb elədim, kodlarının üzərində işlədi, nə bilim, sayta müdaxilədə qalib, elə bir söhbət yoxdur. Yəni, proses tam olaraq bundan ibarət.